Biraz qəribə bir figurası var ama. Ay. Azam ya, ona görə yeyirəm. Mən sevmədim. Bu çiğ elə pişməyib, yox? Zal yemədi, Zal onu utdu. Ama dadı qəşəng imiş. Möhtəşəmdir. Bunun yarısını kim yeyib bəs? Elmir, rəngin qızardı. Çox acıdır. Dadı yedikcə qəşəngləşir. Bu dadlıdır. Mən niyə çəpəgən sevmədim? Süper. Əla. Hacıymış ya bu. Aç yiyər. Mən bunu yemişəm bu arada, dadını bilmirəm. Ay bu nədir? Salam aleyküm, xoş gəlmisən. Necəsən? Əla, sən necəsən? Nəhayət gəlib çıxdın. Bəli, Niyə gecikdin? üzr istəyirəm. Tutu salam. Salam. Necəsən? Yaxşıyam, siz necəsiniz? Sağ ol. Bu gün çox yatmısan deyəsən. Yox, heç nə. Gözlərin biraz belə yuxulu kimi. Bu gözüm iki görürəm hamını. Bu gözüm nəsə Bu olubdu. neçədir? 4. Necəsən? Sağ olun, yaxşı olsun, nətər. Allah razı olsun. Nətər gedir işlər? Şükür. Xanım yaxşıdır. Necəsiz? Sağ olun, çox sağ olun. Siz necəsiniz? Mən də Yenə ikiniz bir araya gəldiniz nəhayət. Bəli. Elmir, Badam, nə qədər sizin aranıza girmək istəyənlər var? Neçə bölüm biz bir yerdə oturmadıq? Çox oldu. qalmışdı. Siz görmürsünüz bir-birinizi. Yox. Bu gün bizim evlilik yıl dönümümüzdür bu Bəli. arada. Bəli, təbii. Təbrik edirik. Salam aleyküm, necəsiz? Nə var, nə yox? Çox sağ ol, siz necəsiz? Şükür Allah, yaxşılıqdır, yaxşı olasınız. Zar niyə yoxmusan? Yorğun deyiləm, yaxşıyam. Acam Yaxşı. sadəcə. Oyda. Səhər yenə bir süfrədə yemək yeməyik. 2 dənə ət yeyənlər bu gün düşüb bir yerə. Bəli. Amma böyük ümidimiz var ki, ət gəlsin. Mən Yəni məncə hisslərində yanılmayacaqsan. Bu gün maraqlı bir mətbəxdən yeyəcəyik. Gəlsin iş yeməyimiz danışacaq. Gəlsin. mütləq gəlsin. Bunu bilirəm də, bu şırdandır. Şırdandır. Bir ara Bəli. məşhur idi, Bəli. TikTok'tamı yeyirdim. Bəli. Türkiyə mətbəxinə aiddir şırdan. Və bəziləri çox sevir, bəziləri sevmir, bəziləri görüntüsündən zəhləsi gedir. Nuş olsun, ye baxaq. Bir ara trend olan, bir ara deyəndə keçən il falan trend idi. Çox Bölmə, şırdan yeyirdilər, bölmə. şırdandır. Şırdan. Baxaq onun bir dənə Mən heç vaxt görünüşünə. yeməmişəm, niyə? Göstər. Tamam. Biraz qəribə bir figurası var ama. Yemisən şırdan? Yox. Niyə? Həmişə demişəm ki, yeyəcəm, amma qismət olmamışdı. Okey, bu günə qismət imiş. Başla. Qəşəng ona limon sıx, soğandan götür. Bu daha çox Adananın məşhur yeməklərindən biridir. Şırdandır. Qoyunun mədəsindən, qarnından hazırlanır. İnanıram ki, Badam xanım bunu sevə-sevə yeyəcək. Bu nədir? Nəyə oxşayır? Şababı. Nə kebabı? Deyərəm sonra. Nuş olsun. Soğanına bax, içinə baxalım soğanın. Nuş olsun. Çox sağ ol. Dadı necədir? Heç o deyil. Nə dadır? Ay. Nə oldu? pisdir. Nuş olsun. Qırmızı soğandan ötürü ürəyim gelir də. Necədir? Ağlım sulandı. Dadı yaxşıdır. Gedər. Soğanla, acı ilə çox qəşəng yedirmiş. Bəyəndim ha. Mən yeyirəm. Nuş olsun. Görünüşü yaxşı olmasa da dadı yaxşıdır. Görünüşü çox pisdir. Amma dadı qəşəng imiş. Soğanla götürüm. Soyuqdur amma. Soyuqdur. Qızdırmayıb bu arada sənin üçün. Sevirsən sən Türkiyə mətbəxini? Sevir. Ən sevdiyin yemək hansıdır Türk mətbəxində? Məncə dolma.
Nə dolması? Sarmaları, dolmaları. Hə, sarma. Elmir, bəyəndin ha deyəsən. Yaxşıdır, dadlıdır. Yəni dadlı deyəndə şey, bir də şey, özünə məxsus bir dadı yox deyir. Prosta nə bilim. Acam, ona görə yeyirəm. Hazır deyiləm. Nəyə hazır deyilsən? Kesmədi. Niyə? Sağır da bir tərəfdən bu gün Allah məni sınır sanki. Bugün sizin miladınızdır. Əsas daha doğrudadır da, ha? Yeyirsiniz, yiyin. Yallah. Soğan ən sevdiyim var, qırmızı soğan. Dadı pisdir ki. Bir dəqiqə, burada nəsə baş verir. Zar tələsməsən, görək badam xanımı yeyə bilirmi? Mən sevmədim. Niyə? Yeyim. Ye. Sən də yiyin. Sağır da yesin, yəni mən sevə-sevə böyle Sağ ol. şeylərəm. Zaur yemədi, Zaur onu utdu. Sağırın mədəsi ilə birləşdi. Bu yəni belə yeyilməlidir də. Da üzrə hesab edirəm. Zaur sən onu yemirsən axı, sən onu udursan. Sağır Yəni, bəy. normalda insanlar onu çeynəyir. Möhtəşəm. Baba, buna bax tüy. Sağır bəy diyetadaydı gələndə. Zaur istəyirsənsə badam xanımı yeməyəcək, onun üçün də ye. Olar. Hə, olar sevə-sevə. Allah razı olsun. Qalıb da onsuz da. Zaur, yemirsən sən əvvəllər şırdan? Nəyini sevirsən şırdanın? Elə şuradan özüm. Möhtəşəmdir. O qardaş, bir dənə bax bu nəyə oxşur? Deyir, niyə yeyir? Bunun kim ürəyinə yeyər? Sən nəyə oxşadırsan ki? Bir dənə bir tikə yeyim deyəcəm nəyə oxşadı. Nuş olsun. Çox sağ ol. Dadı nətərdir? Oldu süper. Dadı süper. Amma çiğ elə pişməyib, yox? Yox, bişib. Şırdan qoyunun mədəsindən bir hissəsindən hazırlanır. Yəni biz qarın dediyimiz hissədən də birini. O təmizlənir. Daha çox Adanaya aid bir yeməkdir. Okey. Mən doydum uşaqlar. Çox sağ ol. Tamam, səni çox yormayaq. Bu yeməyə neçə bal verirsən? 10 bal. Həqiqətən çox. Dadı dadlıdır, çox qəşəng. aynen. Amma görüntüsünə 10 bal düşmür də, təəssüf. Görüntüsə neçə bal verirsən? 5 bal düşər. Yarım. Düyü oxşuyur. Nə yox şey? İçindəki düyü oxşuyur. Bəli, düydür. Şırdan Düydür? dolması deyirlər də onsuz da bunu. İçində düyü də var. Sənlik deyil. Heç. Yeməzsən. Yox. Neçə bal? 2. Niyə ki? Pisdir. Dadı çox pisdir. Dadı yedikcə qəşəngləşir. Heç belə gözləmirdim ha. Nuş olsun. Acılığı superdir. Neçə bal verirsiniz buna? 3 bal Sabinadan gəldi. Ay. 9-10. Pol. 9-10. Əladır. Gedər. Hələ bundan sonra da gedər. Bəlkə acı yedin deyə biraz belə daha çox. Xoşuma gəlir. iştahla. Soğan, acı, bir də bu əla bir Möhtəşəm. şey. Ha. Bir nəfər deməyib ki, mən tox gəlmişəm. Qardaş, siz evinizdə çörək Mən evdən yemirsiniz. gəlmişəm. Bunlar bir gün əvvəldən çörək yemirlər ki, gəlib onsa burada yemək yeyəcəyik. Nə edeyim? Hə? Axırıncı və gecə dünənlər yediyimdir. Gecə. Az yedim ya. Neçə bal verirsən bu şırdana? 4. 4 bal. Deyirəm amma yeyirəm. Sən bu günə qədər nə hansı yemək gəlirsə, bəyənsən də, bəyənməsən də axıra qədər yeyirsən. Mən heç vaxt yeməmişdim. Bir də yeməyi nəzərdə tutmuram. Belə ətlər gətirin, belə şeylər gətirin, yeyim. Doyumlanım. Doyurmaq üçün Bizdə bir sanki şey lazım. bizim konsepsiyamıza sanki bütün acları bir yerə yığmışıq. Hamı acdır. Zaur. Buna bax. Ay. Görüntü çəkildi. Bu da arxasında tüy. Salvetkanı da yeyəcəydin az qala. Ay ana. Neçə bal verirsiniz buna? 10. 0.
çörək gəldi. Axır ki. Zar bu gün sənin bayramın deyə. Allah Sənin günün haqqı. deyə Zar. Oy, bu gün. dədə ətə bay içində. Dönərli bu. Səncə nədir o? Dönərə oxşuyur. Mən pomidor görürəm, ət görmürəm. Bunun yarısını kim yeyib bəs? Cidden bayaq çəkilişdən qabaq kimsə əlində yeyirdi, onu gördüm. Onun yarısıdır. Hələ onun yarısıdır. Bizim baş operator. Dişi qalıb burada qalır. Eşən var bizdə. Bizdə operator var Eşən. Həmişə acdır. Maşallah. Həmişə acdır. Yəni nahardan qayıdır deyir acımışam. Bu da qardaş kimin bağırsağıdır, nə idi deyə görə. Bunun adı kokoreçdir. Yəqin ki kokoreçi işlər. Yemişəm də, xoşlayıram. Aç yeyər. Bu Bu dadlı Kokoreçdir. şey. kokoreç Kokoreç eşitdim. nədir ki? Kokoreç də yenə incə bağırsaqdan hazırlanır. Yenə Türkiyə mətbəxidir. Yəni bu gün menümüzdə maalesef bağırsaq var. Bol bağırsaqlı günlər arzulayırıq. İkinci yeməyimiz bizim nədir? Kokoreç. Kokoreçdir. Bəli, nuş olsun. Mən bunu yemişəm bu arada, dadını bilmirəm. Dadını Bəyənirəm, bilirsən, bəyənirəm. nuş olsun. Kokoreç. Sokaq ləzzətləri Türkiyənin ən məşhur yeməklərindən biri. Dönər, Türkiyənin biz balıq trend ekmək, yeməkləri kokoreç, deyirik biz buna. köftə. Yəni bunlar ən məşhurlarındandır. Bu gün amma bizdə kokoreç var. Və təbii ki, onun da yanında məşhur nəyimiz var? Gəlsin. Şalqam. Şalqam suyumuz. Bu üç bizdə dənə yemək var ha, şalqamdır. kokoreç. Kokoreçdir, bir də şişirdən. Həmişə demişəm ki, şeydir də, bu nə vaxt düşsün, zaman düşsün, kimlənsə gedib yeyərəm. Amma heç vaxt almamışdım. Kokoreç yemisiniz? Bax kokoreçdir. Yox, yeməmişəm. Bu da yenə Türkiyə mətbəxinin, Türkiyənin daha çox belə deyək də sokaq ləzzətlərinə aid olacaq, küçə mətbəxinə aid olacaq yeməklərdir. Əslində çox adamın sevdiyi yeməkdir. Məsələn, siz orada yeyirsiniz, mən burada acam, ağzım sulanır. Siz deyirsiniz ciyər belə Ciyər yeyirəm. sevirəm mən. Nə yeyirəm? Bu da ciyərin elə bir bölündədir, orada yerləşir. Onu da yeyirəm. Başlaymış olsun. Zar, baxma, ye. Hə, pişir. Xahiş edirəm ye, udma. Hə. 90 dərəcə kəsmisən, Ezar. Yəni də Növbəti dişləm gəlsə bitir yəqin ki. yo, bu boyda gedəcək. Baxaq görək nə qədər gəlir. Üçüncüdə hə gedəcək. getsin. Neçə dəfə dişləyirsən yeməyi? Yəni neçə dəfə çeynəyirsən? Yəni Baxın, mənə elə niyə gəlir ki, çeynəyirəm? bəzən çeynəmirsən sən. Elə Hə. lup utdun bitdi. Bütün. Dad ondadır da. Dad ondadır. Bəli, mədəci şey yavaş özünə dad qalxır da boğazından bir yerdən. Badam. Necədir? Biberlə yoğurt vermək olar, amma mən niyəsə bugün sevmədim. Kokoreçi sevmədin. Nə oldu sən nəyi sevdin? Sözdə deyirsən ki, mən hər şeyi yeyirəm. Ona bax, böyürdəkinə bax. O bir dəqiqə düşünür ki, keşke onu bıçaqla, qıyqayla yeyib. Hər an nəsə ola bilər. Dadı necədir? Bombadır. Bu da yəni Türkiyənin şərq bölgəsinə aid yeməkdir daha çox. Süper. Amma son vaxtlarda gənclər də çox sevir. Mən də sevirəm. Əla. Və adamı çox sürətli bir şəkildə kökəldir. Çox sağ ol. Təəssüf ki. Sən sevirsən ciyər, ürək, böyrək, bağırsaq. Ciyər çox sevirəm. Bu dadlıdır. Dadı yaxşıdır. Nuş olsun. Tamam. Bir də bunun yanında əlavə bir içəcəyimiz var. Onu verək, bir də onun dadına baxın. Adətən bu içəcəklə daha çox onu yeyirlər. Nuş Bu olsun. şalqam idi də. Bəli, bu bildiyimiz şalqamdır. Daha əvvəl şalqam içmisən? Yox, içməmişdim. Qəşəng deyil amma. Çox acı olur dadı. Zar onu belə fırladıb belə birbaşa içə bilərsən belə. Belə Birbaşa yox, amma nə qədər içə bilərəm. niyə ki? Yəni birbaşanı boğulub ölərəm. Getdi. Elə yoxlayır. Yoxla görə nə var acı? Bu adam insan deyil. Getdi. Maşallah. Ondan sonra nəsli kəsilmiş biri burada. Azərbaycanda. Acı sevirsən, acı da ondadır. Hə. Sən zavur kimi içə bilərsən Nətər güzel. birbaşa. Bunun üstünə su içirəm ki, acılığı getsin. Elə bir dənə görə bir nəfəsə içə biləcəksən bunu. 3, 2, 1, getdik.
Elmir, rəngin qızardı. Çox adıdır. Səsi çıxmır. Heç nə tadıdır da adam elə eləyən acıdandır. Də nə deyim. Rəngin qızardı yesən. Piyanlaşdır deyil mi? Hacıymış ya bu. Sən bilmirdin, acıdı. Bunu sevdim. Nuş olsun. Ay bu nədir? Şalqam. Hiss eləmədim amma. Nuş olsun. Çox sağ olun. Neçə bal verirsiniz buna? Buna 8 verərəm. Bəyəndim bunun dadını. Çox bəyəndin. Əla. Bugünkü menyuda ən bəyəndiyim demək olar ki, bu oldu. Zar neçə bal verirsən? Mən kokoreci 10 verirəm. Aha. Buna 7 verirəm. Niyə? Niyə? Bunun adısı məni təzədən açdırdı. Buna əminəm ki, isti olsa yaxşı olacaq. Buna verirəm bir 6-7. Acıymış hə. Mən deməm turşdu. Bu da bildiyim qədərlə kökdən hazırlanır, kökün suyu. Amma çox Dadı yaxşı. sağlamlıq üçün faydalıdır əslində. Bəli. Xüsusilə soyuq dəymə olanda daha çox insanlara faydası Bəli. dəyir. Buna neçə bal verirsən? Kokorca 7. Buna da 4. Şalqam. Bəli, şalqam. Şalqamı tanıyırsan? Əlbəttə. Acı olur. O qədər acı olmur. Onun Qismən içərisində nəsə Qorxa-qorxa içmə, narahat olma. Qapağını özün açmısan, bildiyimiz yəni şalqamdır. içində nəsə qatası deyil. Tədbir qabağı sənin zəhərləmək fikrimiz yoxdur. Süper. Əla. Sonra. Sonrası yoxdur. Sonra nə yeyim? Nə Sonrası yoxdur. Bizim bugünkü yeməklər içərisində şalqamla buna neçə bal verirsən? 10-a 10. İkisi də əladır. Bəli. Dadı necədir? Şalqamla bərabər için o daha dadlı olacaq. Amma zarla Elmir kimi eləməyirsiniz, ehtiyacı yoxdur. Onlar bir nəfəsə içdilər. Doğrudan. Onların mədələrin hal-hazırda bütün ürək sözlərini deyir bunlara. Kokoreç yemisiniz? Mən kokoreçi Türkiyədə yemisiniz? yemək üçün Türkiyəyə getmişəm yəni. Doğrudan, o dərəcə. Bu şalqam nədən olur? Şalqam kökdən hazırlanır. Qırmızı kökdən hazırlanır, yoxsa necə? Bunu yoxsa rəng qatırlar? Yox, ora çuğundurda vururlar və ən əsası isot vururlar deyə rəngi qaralır. Isot ümumilikdə baharatlar arasında ən belə qəşəng. Bəli, Şey, mən də yəni, bəyənirəm. nədir, baharat? Xüsusən də çiğ köftənin içərisində Ha, möhtəşəm. çiğ köftə super gedir. Super, fantastiko. Neçə bal verirsiniz buna? 10. 10. Sən? 8. Deməli bəyənmisən. Qəşəngdir. Nuş Bəlkə də olsun. təzə olsaydı daha çox bəyənərdim.